Göygöldə baş verən ağır qəza ölümlə nəticələnib. Kanal 10 TV Azərbaycan Bizim mediaya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil magistralının rayon ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan Mercedes markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yol kənarındakı divara çırpılıb. Qəza zamanı 2007-ci il təvəllüdlü Hikmət Vəlizadə və sürücü 1993-cü il təvəllüdlü Abdi Əhliman Ramiz oğlu aldıqları ağır xəsarətlərdən hadisə yerində vəfat edib. Qəza baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin xüsusi xilasetmə hissəsinin əməkdaşları cəlb olunublar. Xüsusi texnikaların köməkliyi ilə avtomobildə olan 2 nəfərin meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. İlkin məlumata görə qəza zamanı xəsarət alanlar da var, onların şəxsiyyəti müəyyənləşdirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.